Hardayıq Ayturan? Buzovna Maştağa yolunun üstü. Axı ana yolun üstü də. Ana yoldan, əsas qılavını yoldan nə qədər olar da onu bilmirəm, ölçməmişik dostlar. Belə şəxsi tikili gözəl evimiz çıxıb satışa. 4 otaq, 1 mətbəx. 4 otaq, bir dənə mətbəx, ehtiyat su çəni var. Həyətdə banka yığmaq üçün yerləri. Sanitar qovşağı var, belə quş yeri var. Bir də nəyə deyək dostlar, həqiqətən Allah şahiddir, bura skala bir yer. Qətiyyən nəm olmayan yer. Yerdən 6 daş kəsilir. Yəni ki, bunu görüb başlamayın ki, nəmdir. Yəni bax, qəti deyirəm ha. Buralar qayalıqdır. Çox gözəl bir yerdir. Evin yanına zadına keçid var. Keçməyə yer var. Hə, birazca azmaz işi qalıb evin. İndi onu da alan tamamlayar. Hə, dostlar, demək belə sanitar qovşağıdır. Qazı, işığı, suyu, kombi xətti, hamısı çəkilir, hamısı vardır. Kanalların hamısı içməli suyuna kimi. Belə geniş mətbəxi var. Belə geniş mətbəxdir. Qapılar da taxta qapı qoyublar. Qapılar da əsl qapılardır. Axı, qonaq otağına bax, maşallah. 4 metrənin 7-8-dir. Pəncərələrin reşotkalarına kimi var. Reşotkalarına kimi var. Belə bir geniş yataq otağı. 5-in neçə? 4-ə. Bu da geniş İkinci yataq otağı. Bu da bunun növbəti üçüncü yataq otağı. Dostlar, qiymət də həqiqətən çox münasibdir. Yerinə görə, şərəfinə görə qəşəng yerdədir. Qiymət 61.000 manat. Kimə maraqlı olsa, nə olar? Kombi xəttlərinə kimi çəkilir var. Hamısı çəkilir. Nə olar? 798, 98, 99. Axı